Tural müəllim, bugün Azərbaycanda, ölkəmizdə heç bir vəsait ödəmədən xaricdə təhsil almaq mümkündür dövlət proqramları sayəsində. Belə deyək də, yəni, amma gedirlər böyük məbləğlərdə vəsaitlər ödəyirlər, xaricdə universitetlərə qəbul olurlar. Daha sonra isə onların diplomları Elm və Təhsil Nazirliyi tərəfindən tanınmır bir çox halda, hamısına şamil edə bilmərik. Heç bir vəsait tələb olunmadığı halda, dövlət tərəfindən dəstək olduğu halda, təhsil verildiyi halda xaricdə, amma niyə görə dövlət, belə deyək də, dövlət tərəfindən vətəndaşların həmin o dövlətin proqramlarına, dövlət proqramlarına olan müraciətlərində elə də çoxluq müşahidə olunmur. Təbliğat mı az aparılır, maarifləndirmə işi mi az aparılır? Yəni, Elm və Təhsil Nazirliyi olaraq hansı işlər görülməlidir, hansı layihələrin, belə deyək, daha çox PR-ına ehtiyac var, insanlar arasında, valideynlər və abituriyentlər arasında maarifləndirmə işlərinin görülməsinə ehtiyac varmı bugünkü mənzərədə? Yox, burada çox sadə səbəb var. Sadə səbəb ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin hal-hazırda kurasiya etdiyi, yəni xüsusilə də dövlət proqramını idarə etmə qrupu tərəfindən kurasiya olunan dövlət proqramına münasibətdə və eyni zamanda hökumətlərarası təqaüd proqramları biz deyirik, HDP olaraq. Təkcə dövlət proqramı çərçivəsində Samir müəllimin qeyd etdiyi 22-26-ya münasibətdə 500 nəfərdirsə, hökumətlərarası təqaüd proqramı çərçivəsində kifayət qədər çoxdur, təkcə Macaristana münasibətdə 300-dür, Çin Xalq Respublikasına münasibətdə 100-dür və s. və axır. Yəni, dövlətin təqribən dəstəyi ilə 1000-ə yaxın vətəndaşımızın xaricdə təhsil imkanı hər il təmin olunur və sözsüz ki, burada bütün xərclər qarşılanmaq şərti ilə. Sadəcə burada bir rəqabətli seçim var. Bu rəqabətli seçimdə uğurlu olmayanlar, xüsusilə də təhsil sənədi əsasında heç bir dəyərləndirmə olmadan o aşağı reytinqli və yaxud da ki, nüfuzlu universitetlərə üst tuturlar ki, bunlar da bir çox hallarda yenə də o qədər də nüfuzlu olmayan təhsil şirkətləri vasitəsilə əlaqələndirilir. Yəni, sualın sadə olaraq cavabı ondan ibarətdir ki, orada bir rəqabət var, orada bir seçim var, orada ciddi bir dəyərləndirmə var. Təbii ki, həmin universitetlərə qəbul bir çox hallarda bəlli bir dəyərləndirmə tələb edir. Sizin dil biliyinizi təsdiq edən sənəd olmalıdır, tutaq ki, bakalavra münasibətdə SAT olmalıdır, digər təhsil səviyyələri münasibətdə bir qiymətləndirmə olmalıdır. Əgər bu yoxdursa, sadəcə sizin əlinizdə ümumi-təhsil müəssisəsindən məzunluğunuzu ifadə edən dövlətin verdiyi attestat varsa, siz həmin sənədlə təbii ki, bəzi universitetlərə qəbul ola bilərsiniz. Əslində, biz burada da bir ciddi bir qəbahət görmürük, amma yetər ki, ali təhsil müəssisəsi o sənəd əsasında sizin bir qiymətləndirmənizi etsin. Niyə məhz sizi seçir? Yəni, bu daxili imtahan ola bilər və yaxud da ki, bu universitet tərəfindən bir növ kurasiya edilən bir xüsusi bir dəyərləndirmə ola bilər. Bu xüsusi bir müsahibə ola bilər, amma müsahibə formal xarakterli olmamalıdır. Və təbii ki, bizim ölkəmizdə də attestata münasibətdə də ali təhsil müəssisələrinə muxtariyyət verilib ki, onlar öz seçimlərini həyata keçirsinlər, amma onlar bəlli bir daxili proseduru tətbiq edirlər. Və bir çox hallarda bu maarifləndirilmə konteksti də burada, belə deyək də, axsıyır. O mənada axsıyır ki, vətəndaşlarımız yetərli məlumatlı olmurlar və yaxud da ki, bəzən o insanlara güvənirlər. Və burada biz xüsusilə də iki istiqamətdə vətəndaşlarımıza yardımcı olmağa çalışmışıq. Birinci istiqamət lisenziyası və akkreditasiyası olmayan ali təhsil müəssisələrinin siyahısını ictimailəşdirmişik. Hal-hazırda səhifəmizdə də yer alır, mütəmadi olaraq yenilənir. Eyni zamanda agentliyə edilən müraciətlər əsasında bu vaxta qədər formalaşmış təcrübəni paylaşmışıq və orada universitetlər üzrə təəssüflər olsun ki, xoş olmayan, yəni ən çox imtina alan universitetlərin faiz göstəricilərini orada qeyd etmişik ki, əgər vətəndaşımız yekunda qərar verirsə ki, həmin universitetə gedir, yenə də məlumatlı olsun ki, tutaq ki, A universiteti üzrə 95% daxil olan kvalifikasiyalara münasibətdə imtina varsa, o 5%-in içinə düşmək istəyirsə, buyursun. Amma bu arzu olunmaz olduğunu ifadə edir. Hər bir halda valideyn və abituriyentləri, belə deyək də, hər bir halda məlumatlandırırsınız. Bir mənalı olaraq. Bir mənalı olaraq.